Bütün gözəl insanları No Filter verilişimizin ikinci buraxılışından salamlayıram. Bizi izlədiyiniz üçün sizə təşəkkür edirəm. İlk buraxılışımızdan sonra xeyli gözəl rəylər aldıq. Belə üzbəüz də dedilər, şərhdə də yazdılar, mesaj da yazdılar. Təbii ki, mən bu studiyada bugün tək deyiləm. Orxan, necəsən? Belə söz olaraq soruşursansa, yaxşıyam. Amma doğrudan da necə olduğumu bilməksənsə, ona verilişin vaxtı çatmaz. Yəni, bu adam humoristik videoları ilə məşhur olub. Neçə milyon baxışı var. İkinci verilişdir ki, qəmi düzəldib də burada. Bilirsiniz də, yəni Orxan əvvəl meyxanadan olub. Yəni, bunun birinci peşəkar fəaliyyəti meyxanadan olub. Və məncə qəmxana sözünü meyxanaya Orxan gətirib, yəni. Yoxsa başqa yerdə eşitmişsiniz, məsələn, kimsəsə deyib ki, qəmxana yox. Amma meyxanada Orxan gətirib. Bax, sənə bir məlumat verim. Deyirsən ki, Orxan belə gülüş videolarla tanınıb, insanları güldürüb də. Sən bilmirsən ki, hər gülüş xoşbəxtlik deyil. Ən böyük kədər gülüşün altında yatır. Hayda da, bugün buradayıq. Biz bugün buradayıq. 2-0, inşallah yazıram bura 2-0. Orxan müəllim hardansa aforizm kitabı tapıb döşüyür bizə. Yox, kitab oxumuram. Çat gibi yazıram, o verir oradan mən sən. Bugünkü verilişimizin mövzusunu sualla elan eləmək istəyirəm. Orxana bir dənə sual verəcəm. O sualın mövzusu, məğzi. Üzr istəyirəm. Yenə icazə verirsən də mən salamlaşım, birinci veriliş olduğu üçün. Sən bu salamlaşmayla paketin götür, ayrılır. Sənin mənim elə bir ki, verilişi tək aparır. Burada mən yoxam da. Mən də hamınızı salamlayıram, xoş gördük. Bizi izlədiyiniz üçün sizə təşəkkür edirəm. Kərim qardaşım dediyi kimi, birinci verilişdən çox gözəl şərhlər aldıq. Çox gözəl izlənmələr oldu. Digər sosial şəbəkələrdə paradır. Fərqli sosial şəbəkələrdə, hətta öz səhifəmdə belə paylaşım elədim verilişdən bəzi yerləri. Çox gözəl müsbət rəylər aldıq. İnşallah ki, davamında daha da müsbət rəylər alacaq sizdən. İnşallah. O deyirsən, bu verilişi tək aparmırsan. Bir də şərh var, göstərərəm sən. Bilmirəm, amma hara yazmışlar, taparam. Yazıb ki, əgər bir verilişin aparıcısı Kərim abidirsə, o birisi qonaq həmişə qorxmalıdır. Elə bilirlər ki, sən birinci verilişdə qonaqsan. Bizdə ikinci verilişdə də qonaqdır Orxan. 3-də də 4-də də belə daimi qonaq. Paket götürmüşəm mən. Daimi qonaq. O sponsorlu qonağımızdır bizim. Aylıq pul ödəyir bura gəlmək. Bəli, sponsorlu qonaq demişkən biz baş sponsorumuzu da salamlayırıq. Okean Su Filtri şirkətini və Okean Su Filtri şirkətinə təşəkkür edirik ki, bizə bu fikirləri, bu verilişləri, ümumiyyətlə bu şeyləri ortalığa çıxartmaqda bizə dəstək olur. Çox şəraiti yaradır. Bütün rəhbərliyə və bütün heyətə öz təşəkkürümüzü bildiririk və hər evdə su filtri olmalıdır. Bəli. Amma indi mənim sənə sualım var. Buyur. Sualım yoxdur. Əslində sualım var, amma bu mövzunu elan eləmək üçün olan sualdır. Sadəcə suala gedən yol bir 20-30 saniyə çəkəcək. Necə? İndi bunu sən bilirsən, bizi tanıyan ətraf adamlar bilir. 10 il bundan qabaq meyxana deyəndə paradoks sözündən istifadə eləmişdim. Alman kafedə paradoks almışdım. Ölkədə bundan paradoksal nə bilirsən denə. Dünya görüşsüz biri Dünya TV efrindədir. Ölkədə bundan paradoksal nə bilirsən dinə. Necə oldusa başladı o söz yaxşı mənada məni təqib eləməkdə. Məsələn, çox dedilər. Məsələn, meyxanada da biliyorsun ki, sən paradoksal Kərimsən. Yəni sözün mənasını qoydular kənara. Mənlə onu ifadə eləməyə başladılar. İndi sənə bir dənə mənim sualım var. Biraz paradoksal sualdır. Yəni paradoksal sual tapmışam sənin üçün. Paradoks da bir hadisənin içində bir-birinə ziddiyyət daşıyan şeylərdir. Bir hadisənin içində iki predmet bir-birinə ziddiyyət daşıyırsa, o paradoks effekti verir. Nəysə, bunu uzatmıram. Belə bir məsəl var ki, uzaq qohumdansa yaxın qonşu yaxşıdır. Yəqin ki, bunu Azərbaycanda hamı bilir. Bilməyənlər turistlər ola bilər ancaq. Uzaq qohumdansa yaxın qonşu yaxşıdır. Əgər Orxan, yəni bu sualı hamımıza verirəm. Əgər sizin uzaq qohumunuz həm də yaxın qonşunuz olsa, bu vəziyyətdə o pis olur, yaxşı olur? Məncə yenə də qonşu kimi yaxşı qonşu olur, qohum kimi elə pis qalır. Ya da bu dolğun cavab deyil də. Yəni bu uzaq qohumdansa yaxın qonşu yaxşıdır. Bax qardaş, ifadəsində. uzaq qohumdansa yaxın qonşu yaxşıdır. İndi düzəldək də hadisəni. Mənim başıma bir iş gəlir. Yaxın qonşu gəlir mənim köməyimə çatır.
Mən də deyirəm ki, qardaş, başıma bir dənə pis iş gəlmişdi. Uzaq qohumum vardı, o kömək elədi. Belə ifadə edir. O da deyir ki, ola bəs deyirlər ki, uzaq qohumdansa yaxın qonşu yaxşıdır. İndi burada uzaq qohumu yaxşı eləmiş olur axı. Onda bu situasiyaya görə dəyişir də. Bu qohumun, qonşunun yaxşı olmağı, pis olmağı. Onda bu ifadə tam doğru ifadə deyil də. Məsələn, belə paradoks çoxdur da. Nə? Məsələn, deyirlər ki, bir şəxs də məsələn bibidir. Deyirlər ki, bu bibi pis bibidir də, amma xala yaxşıdır. Bəs fikirləşmirlər ki, o həmən bibi digər şəxsində xalası olur da. Eyni anda həm bibi, həm xala ola bilir də. Bu şeydir də, uşaq vaxtından belə hamını deməyək, bir çox ailələrdə elə olur ki, ata tərəf pisdir, ana tərəf yaxşıdır. Həmişə ana tərəfin 3 xalcat qabaqda olur da bu çempionatda. Sonra böyüyəndən sonra başa düşürsən ki, əslində xüsusi bir fərq yoxdur. Ana tərəf, ata tərəf, yəni hər iki tərəf insandır. Sadəcə ana tərəfin marketinqi böyüdür. Yəni ana tərəfdə biraz marketinq sata bilir yaxşı. Hə. Biz də su filtri satırıq. Ana tərəfin marketinqi ata işdə olur. Ana evdədir, avtomatik bütün informasiya müharibəsində ata uduzur orada anaya. Azərbaycanda bu ailə modeli bəlkə illərdir, bəlkə əsrlərdir ki, belə davam eləyir, belə həkk olunur. Yanlış bir şeydir, amma bu belədir də ki, ata tərəf pis olur, ana tərəf yaxşı olur. Əslində belə bir şey yoxdur. Yəni burada insani keyfiyyət var. İnsan yaxşıdırsa hər istiqamətdə yaxşıdır, pisdirsə hər istiqamətdə pisdir. Dediyim kimi də məsələn bir əmi digər bir şəxsin dayısıdır. Bu necə əmi kimi pis olub, dayı kimi yaxşı ola bilir ki? Orxan 1 milyon versələr. A few moments later. Mən də Orxanla bu məsələdə razıyam ki, qohumluq məsələsində biraz bizdə elə bir oturuşmuş dəyərlər var. Model illərdir, əsrlərdir, dəyişməmiş olaraq qalır. Amma bilirsən necə bir dənə şeydir? Məsələn, baxırsan cinayət xəbərlərinə baxırsan, orada görürsən ki, məsələn, qohum öldürüb, əmoğlunu öldürüb, Allah göstərməsin heç kimə. Yəni bilirsən qardaşı. Yəni nəticə etibarilə biraz qohumluq da, özdə ki, o keçən səfər nəyə danışırdıq səndən ki, qohumluq harda itir. Yəni qohumluq bir yerdə itən bir şeydir də. Bax fikir verin. Məsələn, mən düşündüm ki, biz verilişin mövzusunu qoyanda ki, qohumluqdan danışacağıq. Bir ağlıma gəldi ki, bu qohumluğun itən bir yeri var da, bir yerdə qohumluq itəcək. Məsələn, mənim əmim oğlu, hal-hazırda mənim əmim oğlu, mənim oğlumun atasının əmisi oğludur. Mənim oğlumun oğlu üçün mənim əmim oğlu kim düşür? Babasının əmisi oğlu. Babasının əmisi oğlu. Bəs onun oğlu üçün mənim əmim oğlu kimdir? Orada itir. Bu qohumluq elə bir şəcərə bir yerdə gedir. Amma harda itmir deyim sənə. Əgər sənin əmin oğlu varlı, çox imkanlı, uğurlu bir adam olsa, sənin kötüycən də deyəcək ki, o filankəs var deyə. O, mənim babamın babası ilə əmisi oğlu olub, əmi oğlu olub. Amma o sıradan bir olsa nəvədə itəcək. Heç o, yəni, Əbəlfəzin oğlunda itəcək o məsələ. Deməli, bu qohumluq, yaxşı qohum, pis qohum o qədər də rol oynamır da. Barlı qohum, kasıb qohum rol oynayır. Varlının da qadasına. Kasımın da qadasını alayım, varlının da. O əlinə gətirib mikrofon götürən kişi o piyan da olsa, içkili də olsa, bir növ özü də bilmədən bütün hal-hazırdakı iqtisadi, məsələn, qohumlar arasında iqtisadi vəziyyəti deyir ki, xaloğlu deyir varlı idi, ona deyir söz verdilər, amma dayoğlu deyir kasıbdır. Buna söz verdik. O kasıb belə olur da, məsəl üçün hansısa bir məclisə dəvət eləmirlər. Deyir ki, sən əziyyət vermək istəmədiyi, yalandan danışma da, əziyyət vermək istəmədiyi nədir axı? Amma o insanlar da bilməlidir ki, bizi ümumiyyətlə bütün dünyada belə deyək, kasıbların əziyyəti bir xalqın təməlidir və biz olan hamısının qulluğundayıq. Yəni o məsələnin bura dəxli yoxdur. Qaydırıq təzədən ki, sənə 1 milyon. Bax, bir şey. Onu dedim ki, qardaşım, qohumluğun pisi yaxşısı məsələsi yoxdur da. Bir də görsən elə qohumu vurur, öldürür. Bəli. Yəni ki, bu deməli qəti qohumluqla əlaqəsi olan bir şeydir. Adamın öz keyfiyyətinə baxır, insanın öz xarakterinə, xasiyyətinə baxır. Ola bilirsən, bizim özümüzün elə dostlarımız var ki, hər hansısa bir qohumumuzun nömrəsini bilmirik, onu bilirik. O sənin dostunda hər gün görüşdüyün, sirrivi bölüşdüyün adamdır. Bir də bu qohumluqda yarımaq məsələsi var. Sən ata tərəfdən yarıdır. Filankəs ana tərəfdən yarıdır. İndi sən o hissi bilmirsən, mən deyim, arvad tərəfdən yarıdır da var da belə.
Belə bir şey də var da. Normal Bax, deyil mən- ki, məsələn ata tərəfdən yarıdı niyə anormal cümlədir ki? Və məsələn mən belə bir şey görmüşəm də. Ata tərəfdən yarıdı. Yarıdığı adam kim olub? Bibisinin əri. Çox Bu yenə uzaqdır. ata tərəfdən yarıyıb da. Bibinin əri çox uzaqdır. Yəni. Uzaq deyil də ata tərəfidir də yenə bu. Bax bibinin ərinə bax bir dənə. Məsələn sən hansı tərəfdən yarımısan? Mən hələ ki məncə hələ mən bir tərəfdən yarımışam. Yox, mən hələ şükür Allah, qohumlarım yaxşıdılar bu Hər məsələdə. iki tərəfdən yarımısan. Bəli, hər iki tərəfdən Amma məsəl üçün yarımışam. mən ana tərəfdən yarımadım da. Bax, İndi deyim niyə? Sən burada indi qohumlarla nə söhbətin varsa o kameraya bax danış, mən Ümumi gözləyirəm. qovumlarla bir söhbətim yox. Elə Bax, ki, Orxan şamaxıya çıxıb gedir bilək. bütün qohumlarımı salamlayıram, zarafat edirəm. Ana tərəf, ata tərəf hamısı mənə doğmadır. Hamısını salamlayıram. Amma belə bir dənə məsələ var da. Mənim bir dənə dayım var, dayımı da xüsusi salamlayıram burada. Deməli, belə bir şey olur. Biz belə görmüşük əslində. Qayda belədir ki, bir bacıoğlu səhv eləyəndə dayıya deyirlər ki, ay dayı, bu bacıoğlunu bir düzelt, yoluna qoy, bu falan şeyi səhv eləyir zat. Nə bilim, toyda davazat salanda deyirlər ki, sən Allah o bacın oğlu qoyma toyda davazat salsın. Mənim bir dayım var, hansı toya gedirik, mamam deyir, dayından müğayət o dava salmasın. Bizdə belə bir şey var. Amma bizdə o normal işləyir o. Bizdə normal işləyir. Məsələn, bizim şikayətimizi, məsələn, mənim dayıma edirlər. Yəni dayım da Hə, çox da görürsən. yaşlı adamdır da, 82 təvəllüddür. Yəni dayımın özü belə çox yaxşı problem həll eləmə üsulu var da. Məsələn, zəng vurur adama deyir ki, səndən mənə şikayət gəlir. Söhbət parladı. Yəni 8 saniyə, 10 saniyə çəkir ki, biz oturub danışmayaq. Məsələ bu qədər qısa və lakanik olur. Buradan öz dayımı salamlayıram. Mən keçən dəfə verilişdə birinci bölümdə bir hekayə danışmışdım. Bəli. Düzü onu mən belə silsilə eləmək fikrim yox idi. Çünki hekayə xoşuma gəldi. Dedim ki, belə hekayəni danışım, amma sonra bu hekayədən sonra fikirləşdim ki, elə davamlı belə şeylərdən hər verilişdə bir dənəsini tapım danışım. Birini tapmışam. İcazə versəz danışım. Buyurun. Mənim çox xoşuma gəldi. Bunun da içində ibrətli bir şey var. Ona görə danışmaq istəyirəm. Kədərlənəcəksə mən hazırlaşım. Yox, kədərlənməyəcəyik o qədər də, amma təsirlənəcəyik. Okean sülh. Deməli, bir gün cərraha zəng gəlir. Deyirlər ki, bəs xəstə var, təcili əməliyyata gəlmək lazımdır. Həkim gəlir, xəstəxanaya çatanda xəstənin atası həkimlə çox pis danışır. Qışqırır üstünə ki, bu nə məsuliyyətsizlikdir, mənim oğlum burada can verirsiniz, öz kefinizlə gəlirsiniz, belə elə. Həkim cavab vermədən girir əməliyyat otağına, 2 saat əməliyyat çəkir, 2 saatın tamamında həkim əməliyyat otağından çıxır, xəstənin atasına baxır, heç nə demir, başını salır, yanından keçir, arxasıca həkimin köməkçisi çıxır. Uşağın atası deyir ki, bu nə pis insandır, bu niyə belə insandır da, yəni çıxdı, mənə heç nə demədi zat. Həkimin köməkçisi deyir ki, narahat olmayın, oğlunuz yaxşıdır, əməliyyat uğurlu keçib, oğlunuz yaşayacaq. Deyir, bəs bu həkim niyə mənə bir kəlmə xoş xəbəri verib keçmədi də buradan? Deyir ki, bu həkimin bir neçə saat öncə oğlu avtomobil qəzasında dünyasını dəyişib. Biz həkimə zəng vuranda həkim dəfn mərasimində idi, dəfni yarımçıq qoydu, sizin oğlunuzu əməliyyat eləməyə gəldi. Yəni, belə ibrətli şeylər var. Özü də bu deyəsən həqiqətən olmuş hadisədir, şey deyil, rəvayət Hə, deyil. mən Bu hardasa eşitmişdim olub? bunu. Mən çox təsirlənmişdim. Düz bir hadisəni, bir rəvayəti ilk dəfə eşidəndə daha çox təsir eləyir adama. Ay. O da ürək tələb eləyirdi, onu eləmək də ürək o tələb böyük eləyir. insanlıqdır. Allah bütün həkimlərimizi qorusun, yaxşı həkimlərimizi, vicdanla çalışan həkimlərimizi qorusun. Belə vəziyyətdə görsən, məsələn, həkim cərrah bıçaqla adam xilas edə bilir. O şey vardı, bir dəfə bizdə söhbət gedirdi, izah edirdim, sözün şeyini izah edirdim. Deyirəm ki, söz bıçaq kimi bir şeydir də, elə təsəvvür elə də, sən bıçaqla çörək də kəsə bilərsən, adam da öldürə bilərsən. Yəni, məsələn, bunu hoca beynimdə bir cərrahın fəaliyyəti də gəldi ki, cərrah yəni bıçaqdan istifadə edib insanı dünyaya qaytara da bilir. Bir də eləncə bənd var idi, bıçaqla bağlı. Oqtay Kamilin tələbəsi var, Müşfiq. Buradan onu salamlayıram. Çox yaxşı meyxana deyənlərdən biridir, özü də köhnələrdəndir. İndi ola bilər kimsə onu tanımasın, yəni çox köhnələrdəndir, bizdən qabaq meyxana deyil. Ağ deyilmi, sınaq deyilmi qafiyəsində ona kimsə deyir ki, sən rəqibi ona deyir ki, öldürəcəm səni.
Neçə indi tam yadımda deyil. Rəqibin ona dediyi bənd tam məzmunu düzülüşü yadımda deyil. Deyir öldürəcəyəm səni. Bu ona cavab verir ki, mən elə səninlə dost olmuşam qabaq. Üstümə sən bıçaq çəkirsən nahaq. İndi mənim üstümə çəkdiyim bıçaq, çörək kəsdiyimiz bıçaq deyilmi? Bəh. Necə də gözəl cavabdır. Necə də yerində. Yəni burada bir qafiyənin içində 15-20 saniyənin içində bu qədər gözəl bir şey ifadə eləmək, cavab olaraq ifadə eləmək əlavə xüsusi istedad tələb edir. Ümumiyyətlə meyxanada belə çox gözəl misralar var. Mən meyxana deyə bilmədən əvvəl də o şeylərə qulaq asırdım, misralara təsirlənirdim. Meyxana deyə biləndən sonra da yenə də o yaxşı sözlər mənə təsirləndirir. Şəhriyar Günəşlinin buradan salamlayıram. Şəhriyar Günəşlinin bir dənə belə gözəl misrası var idi. Hər yerdə onu danışıram ki, Şəhriyarın belə bir dənə sözü var. Deyir, mənə Allah suyu yağışla göndərir. Səni kimi istəkanda vermir mənə. Allah mənə suyu yağışla göndərir. Səni kimi istəkanda vermir mənə. Səni kimi istəkanda vermir mənə. Gözəldir. Necə gözəl misradır. Necə Anda gözəl. vermir mənə. Hə. Çox gözəl misradır. Şəhriyar ümumiyyətlə o məsələlərdə çox belə ruhu çox incədir. Tezbazar o qədər yaxşı şeylər düzəldib deyə bilir. Görürsən, fikir verirsən, nə ediriksə eləyək, meyxana həmişə beynimizin bir yerində bizi tətikləyir ondan danışmaq. Yəni indi sən mənə bilirsən də, mən əlavə nə qədər işlə məşğulam, ssenari yazıram, mahnıya söz yazıram, veriliş monoloqları yazıram filan, amma yenə meyxana həmişə beynimin bir yerindədir də. Meyxana. Amma fikir verirsən də, artıq meyxana mübahisələrində iştirak eləmirəm. Yəni bütün o şeylər də çoxdan olub. Çoxdan verilişlərdən olmaz. İştirak eləmirəm. Çünki əvvəl, yəni nə etiraf, əvvəl elə bir danışmağa daha çox sözüm var idi. İndi sağ olsun bəzi meyxanaçılar da yox, sadəcə meyxana hadisəsini yerinə yetirən insanlar deyək də bunlara. O qədər şeylər elədilər ki, meyxanalarda, toylarda məni haqsız duruma saldılar bəzi məsələlərdə. Hansın ki, məsələn, mən özüm də dəstəkləmirəm, mənim dəstəkləmədiyim şeyi elədilər. Və indi nə danışım? Adamın deyərlər ki, bəs filan şeyə nə deyirsən? Sizə qədər belə idi, sizdən sonra belə oldu. Nəysə, bu mövzu uzun mövzudur. Bu arada danışmaq istəmirəm. Niyə girdik biz buraya? Hə, nəsə, meyxanadan açdı gəldik də. Deyim ki, belə bir o səni xəyal qırıqlığına uradandır, nətər deyirlər ona. Belə bir hadisə ilə bağlı bir şey deyim ki, öz sözümdə öyle, mən bunu hardansa oxuyub deyirəm. Ümumiyyətlə, bu çox danışdığım sözlər var ki, hikmətli kəlamlar, mənalı sözlər. Bunu hardansa oxuyuram. Bunları mən istehsal eləmirəm özüm. Deyir ki, ən bahalı parfümü zibilin üstünə sıxsan, o zibilin təyinatı dəyişməyəcək, amma sənin parfümün istifadə olunacaq orada. Bəli. Yəni sənin zaman sərf elədiyin bəzi şeylər ki var, orada o zaman sərf elədiyin hadisə düzəlməyəcək, amma sənin zamanın gedəcək. Bizə necədir burada məsələ Orxan? Meyxana reqlament olaraq çox gözəl sənətdir. Azərbaycan folklorudur, Bakı folklorudur, Abşeron folklorudur. Çox möhtəşəm bir şeydir. Sadəcə buna doğru xidmət eləyən adamlar var. Biz indi bir-bir ad çəkməyəcəm, adını çəkmədiyim adam da yığır ki, qardaş, mənim niyə adımı çəkmədi? Təsəvvür edin, bu adamın bütün problemi odur ki, Kərim mənim adımı çəkmədi. İnsan belə problemi olar. Nəsə, sadəcə başqa adamlar gəldilər, o qədər pis şeylər elədilər meyxananın içində. O qədər təzə şeylər, belə lazımsız şeylər elədilər. Hansı ki, biz onu yaxşı formada heç cürə təqdim eləyə bilmərik. Hətta adam özü də gəlib deyə bilmir ki, bu yaxşıdır. Deyir ki, oldu da elədim bunu, nəsə belə. Və bu artıq bizim bir növ, yəni meyxana yenə meyxanalığında qalır. Fikirək ki, biz qızıl satırıq və bizim işimizin içinə əlavə bir 5-10 nəfər adam girdi. Başladılar sarı rəngdə dəmir satmağa. Və aləm dəydi bir-birinə, dedilər ki, zərgərlər bizi aldadır, bu qızıldır, belə. Qızıl yenə qızıllığında qalır. Ticarət yenə ticarətində qalır. Sadəcə hadisənin mahiyyəti başlayır zəifləməyə, elə bir etibar başlayır zəifləməyə. Mən canı könüldən neçə ildir, 10 ildir meyxana deyirəm, toylara gedib deyirəm. Əlləşdim, vuruşdum ki, həmişə yaxşı şeylərə xidmət eləyim. Mən və mənim bir neçə dostum, zaten meyxana xiridarları bilir ki, hansı meyxana deyənlər yaxşı şeyə xidmət edir, hansı meyxana deyənlər ancaq özünə xidmət edir, hansı meyxana deyənlər də ümumiyyətlə heç nəyə xidmət eləmir. Biz əlləşdik, vuruşduq, buradan bu məsələ oldu. İnşallah ümid edirəm ki, bizdən sonraki generasiya
Yəni indi bizdən sonrakı deyəndə ki, mən özümü lap belə qoca ustad kimi təqdim eləmirəm, amma gəlib belə yazmasınlar ki, sən özün gör neçə yaşın var. Mənim 33 yaşım olacaq. Bizdən sonrakı generasiya 20 yaşlılar İnşallah ki, daha yaxşı şey eləyərlər, daha gözəl şey eləyərlər. Ən birincisi də təhsildir, təhsil. Bayaq qohumluqdan danışdıq. Allah ölənlərinizə rəhmət eləsin. Mənim atam rəhmətə gedib. Mən atam rəhmətə gedənə qədər anamı çox istəyirdim. Atam rəhmətə gedəndən sonra anamı daha çox istədim. Çünki mən o itirməyi başa düşdüm və mənim içimdə bir itirmək qorxusu yarandı ki, mən anamı da itirə bilərəm. Ona görə biz doğmalarımızı, əzizlərimizi itirmədən onları çox istəyək. İtirmədən onların qədrini bilək. Allah bütün valideynləri qorusun. Amin. Allah dünyadan köçən valideynlərə də rəhmət eləsin. Bütün insanlara xoş gün, ailə səadəti, heç kimə pis gün arzulamırıq. Təşəkkür edirəm. Və sonda mən bu ənənəyə sadiq qalaraq keçən dəfə də sonda bir yaxşı bir söz deyib sağollaşmışdım. Yenə də bir yaxşı söz deyib sağollaşmaq istəyirəm. Çox iş vaxtı tutarıb bu gedirdi. Deyir, dişimi çəkdirəndə bu yerindəki boşluq səni narahat eləyirsə, çəkdirməmişdən əvvəl sənə verdiyi ağrını yadıva sal. Sağ olun. Gələn görüşlərə. Harada istəyirsiniz istifadə edə bilərsiniz bu frazeologiyanı. Haradatdınız keçirirlər, yaxşı rədif. Təşəkkür eləyirəm. Sağ olun. Növbəti verilişdə sizi sürpriz gözləyir.